Axşamınız xeyir olsun, əziz dostlar. Deməli, gecənin bu saatında bir məsələni bölüşmək istəyirəm sizlə. Əvvəllər müğənnilərə bəstəkarlar müraciət eləyərdi, mahnı göndərərdi ki, hansısa şairin sözünə mahnı bəstələmişik və yaxud da nəsə bir hazır mahnı göndərərdilər ki, müğənni də bunu aranjman eləsin, oxusun, təqdim eləsin, bilinsin ki, bunun sözləri filan kəsindir, musiqisi filan kəsindir. Hindi belə bir məsələ çıxıb ortalığa. Bu süni intellekt deyilən bir şey var. Bildiyiniz kimi TikTokda, Instagramda səslənən müəyyən musiqilər var ki, görürsünüz, siz orada xanım səsi var, bəy səsi var. O canlı oxuyan deyil də. Bu süni intellektlə hazırlanmış yapay zəka ilə mahnı düzəlir. O mahnı da indi gərək düz danışasan. Düşür dillərə, insanların qəlbini, necə deyim, fəth eləyir. İnsanlar başlayır buna video çəkməyə, mahnı artır, başlayır hamının qabağına çıxmağa. Bir sözlə, mahnı, hansısa bir mahnı çıxır, mən 1-2 gündən sonra bilirəm ki, bu mahnı yapay zəka ilə bu mahnı, belə bir mahnı var da, yəni gündəmdə. Bunu hansı üzlə mənim köməkçilərimə göndərirsiniz ki, belə bir mahnı var, satırıq. Mən başa düşə bilmirəm. Bilmirəm necə sizi başa salım ki, yəni milyonların eşitdiyi mahnını, tutalım indi mahnı nəsə düzəltmişsiniz, bu mahnı tutub. Bunu hansı üzlə müğənniyə göndərirsiniz ki, belə bir mahnı var, mahnını satırıq. Yəni bu olmazlar dediyimiz şeylər, işlərin hamısı olur. Bu dünya hara gedir, bu nə yeyirsiniz, nə içirsiniz. Mən fikir verirəm ki, ümumiyyətlə insanlara bir şeylər olub, nələrsə olub bizə. Heç vaxt heç nəyi eləmək olmaz kimi şeylərin hamısını biz eləyirik. Olmaz bu işi danışmaq olmaz dediyimiz sözlərin, söhbətlərin hamısını danışırıq. Yəni elə məsələlər var ki, bunu yəni aydın məsələdir ki, bu mahnı qurama bir mahnıdır da, bu 3 günlük mahnıdır. Yəni bu aydın məsələdir ki, bunu mahnı kimi satmaq olmaz. Bu artıq eşidilmiş bir mahnıdır. Nə olub, bizə nə olub? Biraz ya bunun qarşısını alaq, ya valla bizə nəsə olubdur. Bu formada yaşayış bu davam eləyə bilməz. Bu nəsə ola bilər ki, Allahın acığına gələrik. Bizim elədiyimiz hərəkətlərə biraz fikir verək də, qurban sizə. Elə kim nə ürək istəyir, eləyir. Belə dünya belə yaşamaq olar. Qurban sizə, bizə nə olub?